Salam, Ayda Marif ilə video dərslərimizə xoş gəldiniz. Bugün izah edəcəyim mövzu 9-cu mövzu artikel haqqındadır. Artikel isimlərlə işlənir, ismin qarşısında işlənir. Artikelin iki növü vardır. Qeyri-müəyyən artikel, the indefinite article, müəyyən artikel, definite article. Qeyri-müəyyən artikel deyəndə biz və n nəzərdə tuturuq. Müəyyən artikel deyəndə D artikelini nəzərdə tuturuq. Əgər isim haqqında ilk dəfə danışılırsa, dinləyənə hələ məlum deyilsə, o zaman qeyri-müəyyən artikel, yəni n artikeli işlənir. Artıq danışana, dinləyənə məlum olan bir isim haqqında danışıramsa, bu zaman müəyyənlik artikelindən, yəni D artikelindən istifadə edirik. Sizə qısa bir nümunə ilə danışım. Misal üçün, yolda hər hansısa bir tanışımızla rastlaşırıq və tanışa məlumat veririk ki, maşın almışam. O zaman qarşı tərəfin hələ maşından məlumatı yoxdur. Ona görə ilk dəfə dialoqda istifadə edirik a car. Artıq qarşı tərəf məlumatlıdır ki, mən maşını almışam və bizim dialoqumuzda maşına aid olan hər bir sözün qarşısında olacaq D artikeli. Maşının rəngini soruşsa, D artikeli istifadə edəcək. Qiymətini soruşsa, hər birində car sözünün qarşısında artıq D artikelindən istifadə edəcək. Bax, bu sözün açıqlaması budur. Yəni, əgər isim haqqında ilk dəfə danışdım, yəni dialoqumda ilk dəfə məlumat verdim, qarşı tərəf hələ bilmirdi mən maşını almışam. Ona görə a car dedim. Artıq danışana və dinləyənə məlum oldu ki, mən maşını almışam. Və ondan sonra maşına aid hər birində biz D artikelindən istifadə edirik. Artıq müəyyən isim, müəyyən oldu, yəni artikelimiz. Və keçirik isim haqqında, daha doğrusu artikel haqqında daha geniş danışmağa. The indefinite article, qeyri-müəyyən artikel. Qeyri-müəyyən və n artikeli sözün başladığı hərfdən deyil, səsdən asılı olur. Bunu unutmayın. Üstəgəl samit səs. Nəyə görə səs? Çünki ingilis dilində bilirik ki, bəzi sözlər var ki, ilk hərfi yazıldığı kimi tələffüz olunmur. Misal üçün, universitet sözünü U-la yazırıq. Amma biz tələffüz edəndə university deyirik. Uni-la tələffüz edirik. O zaman biz bunun qarşısına artikeli qoyuruq. Bu məqama buna görə ingilis dilində artikelda səsə görə yazılır. Üstəgəl samit səs, n üstəgəl sait səs. An apple misal üçün. İndi isə keçdik işlənmə mövqeyinə. Sayılan tək ismin qarşısında artikel istifadə olunur. Sayılmayanlarla və cəm isimlərlə və n artikeli istifadə olunmaz. 100, 1000, million sayıları ilə artikel istifadə olunur. 100 deyə bilərik və ya 100 deyə bilərik. Cəmlənərsə, yəni yüzlərlə demək istəsək, o halda artikela ehtiyac yoxdur. Hundreds of. İndi isə keçək müəyyən artikeldan, yəni D artikeli haqqında danışmağa. D artikeldə elə bir məhdudiyyət yoxdur. O həm sayılan, həm sayılmayan, həm tək, həm cəm, hər növ isimlərlə işlənir. Tək varlıqların qarşısında D artikelidir. The sun, the moon, the earth, the sky, the world. Bu sözlərin qarşısında mütləq D artikeli olmalıdır. Bu artıq bizə məlumdur. Daha sonra play sözündən sonra musiqi aləti gələrsə, biz D artikeli istifadə edirik. Lakin play sözündən sonra idman oyun adları gələrsə, artikel yazmırıq. Play football. İsimləşən sifətlər, yəni sifət isimləşərsə, yəni substantivləşərsə, biz qarşısında D artikeli yazırıq. Misal üçün deyirəm cavan, young. Bu sifətdir. İndi the young deyəndə cavanlar nə oldu? İsimləşdi. Sifətin üstünlük dərəcəsində mütləq D artikeli istifadə olunmalıdır. Good, better, the best. Soy adlarının qarşısında D artikeli istifadə edirik. Lakin adların qarşısında artikel olmaz. Sıra sayılarının qarşısında D artikeli olmalıdır. The first, birinci, misal üçün.
dillər istifadə edəndə language sözünü istifadə ediriksə, o zaman mütləq the article-ını yazmalıyıq. Ya sadəcə dilin özünü deyirik, English və ya the English language deyirik. Millət adları the article ilə işlənir. İndi burada bu məqamda ehtiyatlı olun. English tək görürüksə, bu ingilis dilidir. The English language bu ingilis dilidir. Lakin the English bu vəziyyətdə görəndə bu ingilis milləti deməkdir. Buraya ulduz qoyuram, diqqətli olun. Ölkə adlarında Republic, Union, Kingdom, State, United kimi sözlər varsa, bu halda mütləq the article-dan istifadə olunmalıdır. The Azerbaijan Republic. Lakin ümumiyyətlə ölkə adları bəzi ölkələr istisna olmaqla article-la işlənmir. Misal üçün, Azərbaycan article olmaz. Amma the Azerbaijan Republic biz burada the article-ını Republic sözünə görə işlətdik. Şəhər adları da həmçinin article-dan olmur. Baku, Ankara article işlənməz. Coğrafi cəhətlərdə the North, the South, the East, the West mütləq the article-dan istifadə edilməlidir. Bütün su hövzələri the article-dan işlənir. Çay, göl, dəniz, okean, the Caspian Sea. Sahili də deyəndə, bütün sahilə aid sözlərimiz, misal üçün bank, coast, shore sözləri the article-dan olmalıdır. On the bank of the river, çayın sahilində. Daha sonra dağ silsilələri, the Alps, səhralar, the Sahara, ada qrup adalar, the British Isles, bu sözlərimiz də the article-dan işlənir. Və bəzi sözlərimiz var, tez-tez qarşımıza çıxır. The same, eyni, the difference, fərq, the following, aşağıdakı, at the end, sonda, the whole, bütün bu sözlərimiz də the article-dan işlənən sözlərdir. Və bir də var ki, ümumiyyətlə article işlənmir. Elm və fən adları article olmaz. Yemək adları article olmaz. Və diqqətli olun. Most sözündən sonra əgər isim gələrsə, əksəriyyət tərcüməsi verir və article yazılmaz. Most people, əksər insanlar. Lakin most sözündən sonra sifət gələrsə, sifətin üstünlük dərəcəsi deməkdir və mütləq the article yazılmalıdır. The most beautiful. Parklara xüsusi adlar verilərsə, o zaman article olmaz. Hyde Park, misal üçün. Amma ümumiyyətlə parka gedirəm desək, orada biz the article istifadə edə bilərik. Amma parklara xüsusi adlar verilirsə, misal üçün Hyde Park, Heydər Əliyev Park, bu vəziyyətdə article olmaz. İsmin qarşısında işarə və yəlik əvəzlikləri gələrsə, hətta o isim sayılan isim belə olsa, sayılan tək isim belə olsa, article olmaz. Görürük ki, adi halda sayılan tək isim a book deyirik. Amma yəlik əvəzli olanda article yazmırıq. My book. İşarə əvəzli olanda article yazmırıq. This book. Sizə dərsi izah etdim. Mən Ayda Marif.